Nəysə, bu danışdığımız klassik bordodur və reaksiyadan əldə etmək istədiyimiz məhsulları da bildik. Yəni 77% kuprim hidroksid SO4 və 22% da kuprim hidroksid. Bunu əldə etmək üçün bizə lazım olan pH-dır. Deməli, pH-ı yüksək tutmaq reaksiya məhsullarını bizə lazım olan olacaq. Deyə bilərsiniz, bundan ötürü də natrium hidroksid və yaxud da kalium hidroksiddən istifadə edə bilərik. Edə bilmərik, çünki bunlar özü reaksiyanın bir tərəfi olacaq. Heç etta, natrium ettanın özünü belə istifadə etmək olmaz. Çünki bu da reaksiyada iştirak edəcək və reaksiya məhsulları da dəyişəcək. Bu reaksiyada yüksək pH mühiti əldə etmək üçün ən uyğun katalizator natrium lignosulfonatdır. Çünki mis tərkibli qarışıqlarda səthi aktiv maddə olaraq natrium lignosulfonat həm dispersantdır, həm də stabilizator, həm də kompleksləşdiricidir. Lignosulfonatın əsas vəzifəsi kuprim hidroksid hissəciklərinin birləşməsinin flokulyasiyasının qarşısını alır. Flokulyasiya yəni tortu var, tortu. Flokulyasiya o demək. Qarışığın incə və homojen qalmasını təmin edir. Yəni südün içində yağın üzməsi kimi. Yağın səthi aktiv maddəsi kimi südün tərkibində lesitinlər o işi görür. Süd əslində tərkibində 3-5% yağ olan sudur. Yəni süd dediyimiz sudan ibarətdir. Tərkibində 3-5% yağ. Yağ mikroskopik hissəciklər şəklində suda üzərək südə ağlıq verir. Südü maşından keçirəndə, yəni o yağ çəkən maşından keçirəndə yerdə su qalır sadəcə, başqa içində qalmır. Yəni demək istədiyim həmin o homojen məhsulu əldə eləmək üçün biz də mütləq şəkildə mis hidroksidin üstündə səthi aktiv fəaliyyəti olan maddələrdən istifadə elədik. Nəysə, özünüz də gördünüz ki, ən mükəmməl şəkildə hazırlanan bordonun da tərkibində kuprim hidroksidin tortu şəklində şüşənin içində görsənir, paylaşacağım, görəcəksiniz. Yəni şüşədə plastikdə hazırlayacaq, siz onu ola bilsin görmüyorsunuz. Şüşənin içində görünür, tortu şəklində suyun içində gəzir. Bunun özünü süd kimi homojen məhlula çevirmək üçün lignosulfonat ən vacib maddədir. Az öncə qeyd etdiyim kimi, EDDA, kalium hidroksid, natrium hidroksid tələb olunan reaksiya mühitini bizə versə də, reaksiyada iştirak edib, reaksiyanın içinə edir. Ona görə də bizə reaksiyada iştirak etməyən maddə lazımdır. Bu da natrium lignosulfonatdır. Deyək ki, natrium lignosulfonatı tapa bilmədim. Eyni işi görə biləcək alternativləri yenə də var. Məsələn, kolloidal gil, yəni kaolin və yaxud da bentonit fiziki stabilləşdirici olaraq çöküntünü yavaşladır və rahat zaman qazandırır sizə. İstifadə etməkdə rahat olur. Yəni, kuprim hidroksidin suda üzməsini təmin eləyir. Tona 3 kiloqram bəs eləyir. Yəni, bu homojenliyi verməsəz belə, həmin o tortu şəklində suyun içində üzməsini təmin eləyir. Zaman qazandırır sizə, gecikdirir çöküntünü və 3 kiloqram bəs eləyir tona. 3 kiloqram. Yəni, o tonu 800 manat olan kiloqramın 80 qəpiyi düşür də. Yəni, 3 kiloqram 2 manat 40 köpük. Belə bir şey. Bundan istifadə eləyə bilərsiniz suda. Tona 2 kiloqram. Onu hətta kaolini hətta bir parça torbaya töküb, parça torbanın içinə töküb, 1 tonluq suyun içində belə gəzdirib, hətta bir də süzməyə ehtiyac qalmaz. 1 tonluq suyun içində belə gəzdirib, o torbanı çıxarda bilərsiniz. O belə bəs eləyir. İkincisi, tona 2 kiloqram nişasta. Bu da stabilizatordur. Məhlulda stabilliyi artırır. Bu əvvəllər də qədimdə də edilərdi. Hansı ki, bordo bugün istifadə edirdim bağda, yarımçılıq qalırdı işin. Sabaha saxlayırdım bordonun yarısını. Həmin məhlulda sabaha qədər stabil saxlamaq üçün qatılardı. Çox hallarda şəkər qatılardı. Amma yəni işini bilən, agrokimyadan anlayan, kimyəvi reaksiyalardan qandığı olan adamlar nişasta da qata bilirdi. Heç bir problem yoxdur. Çünki şəkər özü də bir növ nişastadır. Bu da məhlulu sabit saxlamaq üçün stabilizatordur. Üçüncü, guargum. Yəni şirniyyatlarda istifadə olunan marmalatsat hazırlamaq üçün bir maddədir. Bu da çökməni gecikdirir, viskozitəni artırır. Yəni məhlulu qatılaşdırır. Qatılaşdırır deyəndə marmalat kimi eləmir. Hiss olunmayacaq. Yəni siz bilməsəniz də onu qatılaşdırır. Və şirniyyatda 1 ton suya 30 kiloqram istifadə olunanda yəni suyu marmalata çevirir. Amma borda hazırlayacaqsan 500 qram tona
qarışdırılır. Yəni qatılıq olsa da hiss olunmur. Yəni marmalat hazırlayacaq. Elə fərz edirsiniz, suya 30 kilogram qatanda marmalat olur. 500 gram qatanda da marmalat olmasa da siz onu görməsəniz də onun içində marmalata doğru bir addım var. Bu belə. Dördüncüsü bu yəni şeydən 500 gram tona guargun satılır. Şirniyyat dükanlarında zaten satılır. Yəni bundan istifadə edə bilərsiniz. O da bir stabilizator kimi istifadə edilir. Məhlulu içində mis hidroksidin reaksiyada iştirak edəməyən bir maddə kimi məhsulun içində mis hidroksidin üzməsini təmin eləyir. Dördüncüsü karamel siropu və yaxud melas istifadə oluna bilər. Bu da dispersiyaya kömək eləyir. Dispersiya ümumiyyətlə nədir? Yəni bir maddənin digər bir maddənin içində xırda hissəciklər şəklində yayılması deməkdir dispersiya. Karamel siropudur, melasdır. Bunlardan istifadə eləyəndə bu dispersiya kimi dispersiyaya kömək eləyir. Bu da tona 2 litr dozada istifadə oluna bilər. Sonra neçədə qaldıq? 5-ci saponin istifadə oluna bilər. Bu da şirniyyat dükanlarında olur. 1 ton suya 500 gram 1 kilogram arası qatıla bilər. Daha doğrusu saponin şeylərdə olur. Sabun, şampun istehsalçılarında olur. Yəni o da istifadə oluna bilər. Tam təbiidir. Bitki dostudur. Glosofiya bitkisinin kökündən alınır. Bunu əsasən vegetasiya dövründə istifadə etməyin tərəfdarıyam. Çünki yarpaqlarda yayılmanı çox gözəl təmin edir. Sadəcə bunun dozası dəqiq olmalıdır. Çünki köpüklənib maşinadan yerə tökülə bilər. Köpük kəsici istifadə etmək olmaz. Çünki köpük kəsicilər əksəriyyəti pH-ı tənzimləməklə, pH-ı dəyişdirməklə köpüyü kəsir. Bu da bordonu çürüdəcək. Birinci aparatda tutaq ki, doza 1 kilogram idisə, çox köpükləndirsə maşinadan tökülsə, ikinci aparatda azaltmaq lazımdır. Yəni burada sizə fiziki problem yaradır, köpüklənmə problemi yaradır. Reaksiyada heç bir problem yaratmır. Yəni bu şəkildə saponinin dozasını tutmaq olar 500 qramdan 1 kilogramın arasında. Belə. Altıncısı natrium qumat və yaxud da kalium qumat qatıla bilər. Həm dispersantdır. Az öncə izah elədim dispersant nədir. Həm də tamponlayıcıdır. pH-ı sabit tutur. Neysə. 6 növ maddə saydım. Laboratoriyada praktik reaksiyalarda işləyən yoldaşlar varsa, bilirlər ki, bunların sayını artırmaq da mümkündür. Yəni nə qədər istəsən bu şəkildə reaksiyada iştirak etməyən, amma reaksiya mühitini tənzimləyən maddələrdən istifadə etmək olar. İndi nə edək? Hansı versiyanın üstündə duraq? Saponin mi verək? Nə bilim, lignosulfonat mı verək? Melas mı verək? Qumat mı verək? Nə eləyək? Bunların hansını üstündə? Mənə görə həm asan tapılan, həm də hazırlamasında bir rahatlıq var. Həm də fermer səviyyəsində daha az səhv etməyə imkan verən qarışıq karamel siropu və yaxud da melasdır və qumatdır. Bu iki qarışıqdan istifadə etmək daha uyğundur. Daha profesional hazırlamaq istəyən isə lignosulfonatdan istifadə edə bilər. Lignosulfonat da yəni satılır, kimyəvi maddələr satılan müəssisələrlə maraqlansanız orada da satılır. Çünki lignosulfonat da ölkədə çox şeydə istifadə olunur. Oradan onu əldə eləmək olar. Mən bunu növbəti bir çəkilişdə bordonu necə hazırlamalıyıq mövzusunda paylaşım edəcəm. Qısa paylaşım. Ondan da yararlanıb bordonuzu hazırlayın. Bu paylaşım sadəcə ondan ötürüdür ki, nəyi, niyə sualları olanlar olacaq. Onlar bunu izləsin və buradan suallarına cavab tapsın. Və aydınlaşdırsın ki, məsələni niyə bu günləri bordonun çətinlikləri öyrənilmir. Bunun birinci səbəbkarı alimlərimiz, ikinci səbəbkarı bazarda hazır bordo ticarətini quran ticarətçilərimizdir. Bu qədər. Növbəti paylaşımımı gözləyin, izləyin, nə bilim, bəyənin, nə bilim, paylaşın, nə istəyirsiniz eləyin. Mən sizin üçün eləyirəm bütün bunları. İzləyən də, yararlanan da halal olsun, halal xoş olsun, Allah razı olsun.